Və həqiqi mənada o kişi, dost tapmaq çox çətin deyə bilirsiniz. Amma mən o dostların hamısı üçün Allaha dua edirəm. Hamınız mənim əzizlərimsiz, amma bu qardaşı xüsusilə vurğulamaq istəyirəm. 20 ildən çoxdur qardaşı tanıyıram. Və elə vaxt olub ki, deyə bilərdi ki, bunun yanında nə işim var, mənim başım ağrıyacaq, işdən çıxaracaqlar, filan şey olacaq. Yox, kişi dostunu heç bir halda satmır. Bax, həqiqi kişi belə olur. İndi o kişilərdən birini sizə misal çəkmək istəyirəm. Bu, şəxsən mənim böyük ehtiram göstərdiyim, həmişə söhbətlərinə qulaq asdığım, sağlığındaykən təbii ki, onun həyat təcrübəsindən kifayət qədər istifadə etdiyim Azərbaycanımızın sabiq prezidenti Heydər Əliyev. Onun çıxışlarının demək olar ki, hamısına qulaq asmışam. Başdan axıra qədər bu böyük şəxsiyyət təcrübə idi, təcrübə. Yəni ondan çox şey öyrənmək olar. Bir misal çəkəcəm. Mövzumuza aid. Baxın, görün kişi necə olur. Bəlkə də baxmısınız, müsahibə verir bir parkda oturub, sadə bir geyimdə müsahibə alırlar ondan. Deyir ki, SSR vaxtı Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən mən cavan idim. Hamı kimi istədiyim qadın var idi. İstədiyim qız var idi, daha doğrusu. Və iş elə gətirdi ki, o qızın atasını tutdular. Həmin vaxt, həmin o Dövlət Təhlükəsizlik Komitəsinin böyüyü bir Rus general idi. Çağırdı mənə, dedi ki, Yoldaş Əliyev, bilirsiniz də, siz kimi istəyirsiniz, kiminlə ailə qurmaq istəyirsiniz. Atasını da tutublar. Sabah sizin karyeranız, işiniz, sizin başınız ağrıyacaq. Probleminiz olacaq. Deyir, mən dedim onlara ki, bunun ona aidiyyəti yoxdur. Yəni, mən işim öz yerində, sevdiyim insan da öz yerində. Mən onu ata bilmərəm. O ilə ailə quracam. Nə istəyirsiniz eləyin. Ailə də qurdu, işində də qaldı, işində də irəli getdi, o işdə rəhbər oldu. Allah insana belə kömək edir. İnsan kişi olanda, sadiq olanda sevgisinə, dostuna, həyat yoldaşına Allah ona kömək edir. Baxın, həqiqətən də böyük şəxsiyyətdir. Karyeraya görə, dünya mənfəətinə görə, dünya malına görə, işinə görə, gücünə görə sevdiyini atmadı. İndi görürsən ki, adamı çağırırlar, deyirlər ki, ya o dostundan uzaqlaşacaqsan. 25 ildir dostdur, ya da səni işdən atırıq bayra. Deyir, yaxşı, dostumdan uzaqlaşıram. Bu da bunun dostluğu.